Qubada olan unikal quruluşa malik tarixi abidələrdən biri də Tağlı körpüdür. Bu körpü həm də multikultural harmoniya daşıyır. Belə ki, çayın bir sahilində müsəlmanlar, digər sahilində isə dağ yəhudiləri yaşayır ki, bu körpü də hər iki xalq arasında olan dostluq və mehribançılıq bağlarını daha da möhkəmləndirir. Qudyal çayın üzərində ucalan Tağlı körpü Qubanın qədim memarlıq nümunələrindəndir. Tarixçilərin sözlərinə görə 19-cu əsrdə Quba qəzasında 7 körpü olub. Amma onlardan yalnız Tağlı körpü günümüzə qədər qorunub saxlanılıb. Əvvəllər taxtadan quraşdırılan bu körpü 1894-cü ildə çay daşından və pişmiş qırmızı kərpicdən yenidən tikilib. Möhkəm təməl üzərində qurulan qurğu 2 əsr ərzində bölgənin əsas keçid yollarından biri kimi istifadə olunub. Bu körpü öz möhtəşəmliyi ilə onu da seçilirdi ki, Azərbaycan Memarlıq Məktəbinə xas olan elementləri özündə cəmləşdirdi. Onun özül hissəsi möhkəm qaya daşlarından salınmaqla, üzərində isə görüntü hissəsi pişmiş kərpiclərdən istifadə edilməklə bir-birindən aralı 11,1 metr aralı olmaqla 14 dirək üzərində aşırımlı 14 aşırımdan ibarət körpü inşa edildi. Körpü müxtəlif icmalar arasında əlaqələrin qurulmasında da mühüm rol oynayıb. Quba-Dağıstan yolu bir zaman məhz bu körpünün üzərindən keçib. 20-ci əsrin 80-ci illərindən etibarən dayaqlarında yaranan boşluqlar səbəbindən körpüdə avtomobillərin hərəkətinə qadağa qoyulub. Bugün Tağlı körpü tarixi abidə kimi mühafizə olunur. Qədim memarlıq üslubu və ətrafdakı mənzərə bölgəyə gələn turistlərin xüsusi marağına səbəb olur. Bura həm Qubanın, həm Azərbaycanın ən mühüm tarixi abidələrindən biridir. Biz çox-çox gəlirik burada, gəzirik, lazım olan məlumatları öyrənirik, gedirik. Bu günləri Tağlı körpüyə gəlmişik. Həmçinin Qubanın çox qədim maraqlı tarixi abidələri var. Bunlardan biri də Tağlı körpüdür. Çox qəşəng mənzərəsi var. Əsrlərin sınağından çıxan Tağlı körpü Qubanın keçmişini yaşadan abidələrdəndir. Uzunluğu 160, eni 7,6 metr, bünövrələrdən hündürlüyü isə 8 metr olan körpü 2012-ci ildə əsaslı şəkildə təmir edilib. Ramiz Ramazanlı, Polad Tahirov, Aysən Ələkbərova, İTV Xəbər, Quba.